Salamlayırıq hər birinizi, əziz Cəlilabadlılar. Bu gözəl gündə xalqımızın ən sevimli bayramını, Novruz bayramını qeyd edirik. Başda əziz şəhidlərimizin yaxınları, valideynləri olmaqla bütün Cəlilabadlıları səmimi qəlbdən bayram münasibəti ilə təbrik edirəm. Əziz Cəlilabadlılar, elə bayramları var ki, xalqımızın genetikasında qeyd olunub. Xalqımız bu bayramlarsız özünü təsəvvür edə bilməz. Bu bayramlardan ən öndə olanı bahar bayramıdır, Novruz bayramıdır. Ta qədimdən ulu babalarımız bu bayramı təbiətin canlanması, yenidən oyanışı kimi qeyd ediblər. Ruzu, bərəkət, xeyir gətirən bir hadisə kimi qeyd ediblər. Zaman olub ki, bu bayramları xalqımıza keçirməyi qadağan ediblər. Keçən əsrdə, Sovet dönəmində milli bayramların keçirilməsi qadağan olunmuşdur. Yalnız ulu öndərimiz rəhmətli Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizlik xidmətinə rəhbər gələndən sonra 1967-ci ildə ilk dəfə olaraq Qız Qalasının yanında Novruz bayramı qeyd olunmağa başladı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu bayram xüsusilə təmtəraqlı şəkildə qeyd olunur. Son 5 ildə xalqımız daha ürək açıqlığı ilə, daha şad, xoşbəxt bayramı qeyd edirik. Çünki şəhidlərimizin sayəsində, qazilərimizin, döyüşlərimizin sayəsində torpaqlarımız düşməndən təmizlənib, xalqımızın artıq üzü ağdır, qalib xalqın nümayəndələri olaraq artıq biz bayramlarımızı qeyd edirik. Son 5 ildə möhtərəm cənab prezidentimiz hər il bayram tonqalını azad olunmuş ərazilərimizdə yandırır. Bu da bir rəmzi əlamətdir. Bundan sonra bütün Azərbaycan ərazisində xalqımızın tonqalları gür alovlanacaq və əbədi olaraq xalqımız öz ərazisində bayram tonqalları yandıracaq. Bu bayramda müqəddəs şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onları minnətdarlıqla anırıq. Qazilərimizə Allahdan can sağlığı diləyirik. Şəhidlərimizin valideynlərinə, yaxınlarına Allahdan səbir diləyirik. Bu əmin-amanlığa görə biz təbii ki onlara borçluyuq. Və bu sülh, əmin-amanlıq xalqımızda əbədi olaraq olacaq, dövlətimiz əbədi olaraq əmin-aman bir dövlət olacaq. Cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan dövləti günü-gündən inkişaf edir və o cümlədən Cəlilabad rayonunda günü-gündən abadlaşır. Cəlilabad cəmaatı çox müsbət reaksiya verir bu dəyişikliklərə. Mən buna görə də sizlərin hər birinə təşəkkür edirəm. Arzu edirəm ki, hər bir evdə ruzu, bərəkət olsun, ocaqlarınız gür yansın, canınız sağlam olsun, ömrünüz uzun olsun. Bayramınız mübarək olsun.